salamlayıram. Azərbaycan Respublikasının ərazi bütövlüyü yurdunda qəhrəmanlıqla şəhidlik xidmətində qalan igid oğullarımızın xatirəsini bir dəqiqə işıqla yad edilir. Allah qəhrəman oğullarımızın məkanlarını cənnət, məqamlarını uca etsin. Bugün mən sizləri Azərbaycan Respublikasının deməli kitabxanasında bizim tədbirimizi salamlayıram hər birinizi. Universitetin rəhbərliyinə və Zöhrə xanıma özlərinin təşəkkürümü bildirirəm ki, dəfələrlə universitetdə, bu təhsil ocağında mənim kitablarımın təqdimatları keçirilir. Mənə bu şəraiti yaratdığı üçün çox böyük təşəkkürümü bildirirəm sizlərə ki, igid qəhrəman oğullara hər zaman vaxt universitet öz qucağını açır. Burada mütəmadi olaraq silsilə şəklində tədbirlər keçirilir. Bir ay öncə də universitetin böyük zalında çox böyük izdihamla Elşad Əliyevin, yəni bu universitetin məzunu olan təəssüf edirəm ki, təhsilini yarımçıq qoydu, diplomunu ala bilmədi, amma elə bugün də onun ruhu bu universitetin divarları arasındadır. Zöhrə xanımla tanışdığımıza görə mən Elşad Əliyevin anası Flora xanıma dərin təşəkkürümü bildirirəm. Allah şəhid balalarımızın məkanlarını cənnət eləsin. Bugün sizlərlə növbəti bir kitabımın təqdimatına yarışmışıq. Unudulmaz oğullar. Bəli, o oğullar ki, tarix yazdılar. O oğullar ki, bir qəhrəmanlıq salnaməsidirlər. O oğullar ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək öz canlarını fəda etdilər. O oğullar ki, vətən deyərək sinələrini düşmən gülləsinə sipər etdilər. O oğullar ki, üzünü görmədiyi doğma Qarabağ uğrunda savaşdılar. O oğullar ki, 90-cı illərdən bu yana şəhid olan əmilərinin, dayılarının, babalarının qisaslarını aldılar. Biz bugün o oğulların hər biri ilə qürur duyuruq. Bizim aramızda 90-cı illərdə şəhidlik zirvəsinə ucalan igidlərin əmanətləri, antiterror əməliyyatları uğrunda 44 günlük vətən müharibəsində gedən müharibədə olan şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələri, əmanətləri yanımızdadır. Mən sizin hər birinizlə qürur duyub fəxr edirəm. Sizlərin hər birinə təşəkkür edirəm ki, hər zaman mənim yanımdasınız, mənimləsiniz. 5 ilə yaxındır biz sizlərdən bir ailə olduq. Bir qrup vətənpərvər olaraq sizləri çox sevirik. Çünki sizin övladlarınız canınızdan bir parçamız olan o oğullar bizlərin övladlarının gələcək yaşamları üçün canlarını fəda etdilər. Bir heç Ağdam, Füzuli, Xocalı, Cəbrayıl, Xankəndi özü görməmişlər. O oğullar analarının sözlərindən, məktəbdə vətənə olan sevgiləri ilə böyüdülər və Xocalının qisasını alaq, Qarabağın qisasını alaq deyə Ali Baş Komandanın ətrafında dəmir yumruq oldular. Bugün Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda, torpaqlarımızın işğaldan azadlılması uğrunda gedən haqq savaşında qəhrəman oğullarımızın hər biri bugün qürurla anılır, ehtiramla yad olunur, hər bir yerində qürurla dalğalanır. Və biz çalışırıq ki, bu oğullar unudulmasın. Onu oğulların xatirəsinə həsr edin. Kitabların silsilə şəklində bir-birinin ardınca, işığızı gördükcə mən o oğulları elə bir ki, öz balam kimi yaşadıram. Fikirləşirəm ki, daha da uzun fikirləşsəm belə, belədir. Gələcək nəsillərə bu bir örnək olacaq, bir tarix qalacaq. Sabah biz dünyamızı dəyişəcəyik. Ola bilər kompüter əsridir, elektronika əsridir. Ola bilər ki, birdən qarmaq oldu hər şey telefonların yaddaşından, kompüterlərin yaddaşından silindi. Amma dəyərli analarımız, bax bu kitablar əsrlər boyu yaşayacaq, tarixlər tarixə keçəcək. Müəllifinin kim olmağından asılı olmayaraq, kim yazırsa yazsın, bu oğullar haqqında yazılan bir cümlə belə tarixdir. Biz qəhrəmanlıq oğullarımızın xatirəsinə həsr olunmuş bir əsərdir. Gələcək nəsillər bilir ki, biz 41-45-ci ildə
bax bu uşaqların xatirəsinə həsr olunmuş əsərləri gün gələcək ki, hər kəsin evində olacaq bu. Ola bilər, indi alırlar, kitabı oxunurlar, o da ola bilər. Amma mən inanıram ki, kitab sevənlər, bu oğulları həqiqətən sevən, bu oğulların aşıqı olan insanlar kitabları oxuyur. Mən elə istəyirəm ki, ilk sözü Zöhrə xanıma verim, o da sizi salamlasın, özürək sözlərini desin. Buyurun Zöhrə xanım. Öncə dəfə hamımızı yaşlanıyıq, hamımızı salamlayıram. Hoş gəldin deyirəm. Mən bir buranın işçisi kimi şəhidlərin qoyduğundayım, balalarımızı. Mən onları ölmüşüm, mən onların hamısını canlı hesab edirəm. Ona görə onların qulluğunda həmişə hazıram. Analarını da bu dərəcədə hörmətlə qarşılamağı özümə borc bilirəm. Sağ olun. Sağ olun. Çox sağ olun Zöhrə xanım, təşəkkür edirəm sizə. Dəyərli analar, biz ailəyik. Mən istəmirəm hər birimizin adını çəkib sizə söz verim. Kimin ürəyi istəyirsə buyursun. Buyurun. Mən də istəyirəm bir-iki kəlmə söz deyim. Deməli, mənim bu institutla sizə əlaqədar mənim oğlum 55 yaşına baxır. Bəli, bu institutu yarım qoyub. Ancaq ki, o 18 yaşında özü öz könüllü ərizəsi ilə 2-ci kursda ərizəsini yazdı. Əskəri yaşı tamam olanda əskəriyə getdi və oradan da döyüş bölgəsinə gedib Ağdam Şehirli kəndində şəhidlik zirvəsinə ucaldı. Bəli, Allah bütün şəhidlərimizi rəhmət eləsin, hamısının məqamı uca olsun, ruhu şad olsun. Ancaq mənə elə gəlir ki, mənim balamın ruhu buradadır. O haçansa da bu institutdan mənə diplom gətirəcək ki, ana mən o universiteti qutardım. Mən birinci burada Zöhrə xanımı tanımışam. Yəni ki, birinci gəlib tanış olduğum burada İsa müəllim olub, Zöhrə xanım olubdur. Mən o gündən bu günə Zöhrə xanımla sıx əlaqədaram. Mənim burada həmişə elə bil ki, bir doğma ikinci bir evimdir. Həqiqətən elə bilirəm, mən bura mənim evimdir. Mən buradakı müəllimləri də, institutun rəhbərini də, hamısını da doğrudan çox böyük hörmətlə belə anlıram ki, onlar doğrudan da məni elə bil ki, öz ailələrinin üzvü sayırlar. Və burada nə olur olsun gördünüz, siz dediniz ki, mən dedim Zöhrə xanıma deyin, Zöhrə xanım təşkil edəcək. Çünki nəyə görə? Həqiqətən də Zöhrə xanım o qədər dəyər verir şəhidlərimizə ki, Zöhrə xanım o muzeyi öz vəsaiti hesabına düzəldibdir. Zöhrə xanım öz vəsaitinə kitablar çıxardıb şəhidlərimizə, hansı ki, analogu olmayan kitablardır. Bəli, bu ocaq şəhidlərə çox böyük qiymət verir. Bu yaxınlarda özünüz də bildiniz ki, Elşadımın burada 50 illik yubiley tədbiri keçdi. Çox yüksək səviyyədə keçdi. İnanın ki, qurban kəsim, mən o günü, o gecəni səhərəcən ağladım. Zöhrə xanımla danışıram, Arzu ilə danışıram, Razi ilə danışıram. Deyirəm ki, vay, heç kəs o, hamısı mədir darıqma, hər şey yaxşı olacaq. Deməli, 32 ildə birinci dəfə idi Elşadın hava soyuq olub. İndi özünüz də getmişsiniz, tanışı olandan, bir yerdə olandan qəbul. Ancaq qar heç vaxt yağmamışdı. Ancaq Allah gör necə möhlət verdi, necə günü dəyişdirdi, havanı dəyişdirdi. Hamı gəldi, burada iştirak elədi. Ona görə birinci mən o gələn analara, o gələn qonaqların hamısına öz təşəkkürümü bildirirəm. Bildirirəm ki, bəli, şəhid ailələrinə qiymət verirlər, şəhid ailələrinin yanındadılar. Bu əbəs söz deyil, vacib deyil ki, mənə maddiyyətlə gətirim. Ancaq mənəvi o hörmət, mənəvi kömək hər maddiyyətdən də çoxdur. Mən bax, burada o mənəviyyəti görürəm. Mən Zöhrə xanımda o hörməti görürəm. Ona görə mən Zöhrə xanıma çox sağ ol deyirəm. Qəbul olunsun. Əziz xanım, siz də deyin. Çünki onun böyük bir arzusu var. Bu arzusu yerinə getsin. İnanın ki, mən sizin hamınızı Zöhrə xanım gilə qonaq aparacağım. İnşallah. İnşallah. Allah özü bax o günü bizə göstərsin. Allah köməyiniz olsun. Zöhrə xanım, siz var olun. Qazi xanım, siz də sağ olun ki, bizim şəhidləri yaddan çıxartmırsınız. Maydanamız. Danışın maydanamız, bayanlar ilə hər zaman bizi gözəl
evdə bir neçə gün idi Yasəmən gül qoymuşdum. Onu koridorda qoymuşdum. Düşünürdüm ki, bunu aparım Əkbərin ev muzeyinə, o bir otağa adadım. Əkbərin şəklini bugün onunla çəkmişəm, Yasəmən güllə. Statusda da yazmışam ki, şəhidim. Yasəmənlər, nərgizlər, çiçək açdı, bənövşələr, haradasan? Bu kitabların yanında çəkdim. Bir neçə kitablar çap elətdirmişik. Biz sağ olun, var olun ki, bizim oğullar üçün kitab çap olur. Kitabların qalığının yanında qoydum, o Yasəmən gülü çəkdim. Ancaq mən bir onu deyəcəm ki, düzdür subaylara qurban olum, hansı subay getdim, razı getirdim. Evladı qalanlara laf çətindir biz analarım. Siz bəyəklər bir söz işlədiniz ki, bu kitablar tarixdə qalacaq. Düzdür, telefonlardan da silinsə, yaddaşlardan silinməz, kitablarda da, filmlərdə dastan olan oğullardır. Əkbərin balaları hər gələndə mən biriniz gedib kitabları onlar açıb baxır. Ona görə kövrəlirəm. Onlar maraqlanır. Maşallah, yaxşı oxuyurlar. 3-cü, 4-cü sinif tutarlar. Biri dünya məktəbində də həmişə demişdim. Onlar açıb oxuyanda mən kədərlənirəm, kövrəlirəm ki, can falan. Balaların sənin şəkilin kitablarda axtarır. Sağ olun, var olun ki, bugünkü günü kövrəldim, bağışlayın. Bugünkü günü bizim belə kitab təqdimatlarına çox çağırırsınız. Əlbəttə sizin əziyyətiniz var, Raziyə xanım. Ruçkanız həmişə yazarlı olsun. Burada analar var. Mən bu analara baxanda çox belə kədərlənirəm ki, 30 ildə bu analar yenə də ağlayır. Biz də öyrənəcəm. Bir gözümüz gülsə də, bir gözümüz ağlasa da yaşayırıq. Həyat budur. Tək onu da deyəcəm ki, mənim Əkbərim hərbitsəydi. Mən dedim ki, oğul, səndən doymadım. Sən də məndən doymadın, oğlum. Allah heç bir an yaqaladalı göstərməsin. Allah yerlərini cənnət eləsin. Allah bizi qoruyan oğulları qorusun, sən yerlərdən. Gəncə balalarımıza Allah şəfa versin. Allah onlara səbir gözüm versin. Sağ olun, var olun. Teşekkür ederim Maydana, çok sağ olun, var olun. Bəli, dəyərli analarımız, sizdən üzr istəyərək bir xanıma burada söz vermək istəyirəm. O xanım ki, illərdir gözü yoldadır. O xanım ki, körpə övladlarını böyütdü. O xanım ki, sevdiyi yarının yolunu hələ də gözləməkdədir. Gözləri yolda qalan, saçları bəyazlanan Nazanı xanımı istəyirəm ki, sizlərə tanıdım. Ağdam elinin qəhrəman bir oğlunun yadigarıdır. 2 övlad böyüdüb, nəvələri var. Amma gözü bu gündə yolda həyat yoldaşını gözləyir. Buyurun Nazan xanım. Salamlarım. İştirakçılarına çok sağ olun. Devlet televizyonları kitaplarında Allah sizler var etsin. Siz de bizim şartlarımızı yadına çıkartmışsınız. Düzdür. Benim yoldaşım Karmın, Ali'nin Ferdi'nin Ağdan, Kralından adam olmuşlar. 92 yılda, 91'de muharebe başlayanda onlar muharebeye gittiler. Evvel Əliyar getdi, Krasnodar'da yaşayırdı. İndi ki, Vətəni qarda, o gəldi, qayıtdı. Onun evlatları, bir qızı var idi. Sonra onun arkasında benim yoldaşım Əli. Onlar bir-birini çox istəyirlər, getdilər müharibə. 92 ildə bütün şəhidlər günlər kimi onları itkin düşdülər. Mənim bir oğlum, bir qızım var idi. Onun da bir oğlum, bir qızım var idi. İndi hamı için biz geçerler, yol gözlüyüz. İnşallah haber çıksın. Bu nə həyatdır? Allah görmez yoldan. Bir ayet namazına yolarsınız. Var ya sizlerde Allah'tan. Bütün hamısı, bütün bizim şəhidlərdir. 92'de, 91'de, 44 günlükdə hamısı bizim evlatlarımızdır, bağlarımızdır. Mənim oğlum o vaxtda müharibə olanda 44 günlük müharibədə getdi Vəliqanata, gözü yaxşı görmürdü. Sol qardeşlidir, neftə. Onu qoymadılar. Olmadı, dediler ki sen gel işte. O bana diyelim ki aynı. Şu anında ben təcrübə çəkirəm ki, mənim atamın qısasını kimsə ərsin. Deyirəm, heç olmasın.
elə qoymadılar gitməyə. Qonşu dedi ki, vay kanatda dedim, olur sənin, onun da yoldaşı xəstədir biraz. Heç olmasa evlənməzdin, atan qısaslanlardı. Hamısı bayraqla çıxdılar, meydana qarşıladılar. Sevindilər, neydi o sevinçlər. Mən elə bir ki, indi hamı deyir, o vaxtı kompüter idi, telefon var. İnanırsınız, mənim haradasa oğlum 8-ci sinifdə oxurdu, nə toya getdiyim, heç yerə getmədim. Baldızımın oğlunun toyunda Ağdamdan biz gəlin gətirəndə getmədim, nişana getmədim. Oğlum mənə deyir ki, ata, papa yoxdur, indi biz yaşamayaq. İndi hamı yaşayır, indi sağ olsun böyüklər hamısı. Sağ olunlar. Mən bir dənə Nazanı xanıma dedim ki, ailə şəklinizi mənə göndərin. Nazanı xanım şəkil tapmadı göndərməyə. Ailə ayrılıqda yoldaşı ilə özünün şəklini göndərdi. Onu biz birləşdirdik, dedi biz vaxt eləyə bilməmişdik ki, heç olmasa bir ailə şəkli çəkdirək. Allah sizə səbir versin, Allah sizə can sağlığı versin, nəvələrinizin inşallah xeyrini görün. O gün olsun ki, yoldaşınızla, qaynınızla onlardan bir xəbər eşidərsiniz. Yox, həm qayn, həm də qardaş. Burada bizim dəyərli analarımız, O da qəhrəman. Kürdəmiz rayonundan 2 anamız gəlib. Biri Adəm Əliyevin anası 44 günlük vətən müharibəsi, biri isə Eltonun anası antiterror əməliyyatları zamanı qəhrəmanlıqlar, şəhidlik zirvəsinə ucalan oğulların anaları. Bəli, elə sizin övladların qisasını Elton kimi igidlərimiz aldı. Akif ana bütün tədbirlərimizdə danışır. İstəyirəm, siz 1-2 dəfədir. Siz buyurun danışın, Kürdəmiri təmsil edin. Buyurun. Akif ana siz buyurun. Həm Nailə xanımın adından elə həm də öz adınızdan. Bütün anaların adından. Ben de herkese salamlayıram. İlk önce Rəzə xanım, sizə Zülfə xanım, sizi təşəkkür edirəm. Bugün ikinci dəfədir ki, mən bu universitetdə iştirak edirəm. Kitab dövlədən haqqında. Bizim oğullar qəhrəmandır. 90-cı ildə olan şəhidlərimizin qisasını alırlar. Bizim oğullardan da qalan qisası antiterror qisas əməliyyatı başa çatdırdı. Allah oğullarımızın hər bir şəhidlərini şahid eləsin. Məqamlarımız eyləsin. Mayqa ana bir yer deyir ki, oğullarımızın bizdə çoxusu demək olar ki, 80% subay olubdur. Çox çətindir, həqiqətən də. Evladı olan üçün də, subay oğullar üçün də. Şükür yerində balalar var. Mayqa ana kimi mən də hər səhər əlimə nəsə bir təzə şey düşəndə, məsələn, açıram kız Adəmin yanına, Adəmin şəklinin qarşısına. Adəmlə bölüşmək istəyirəm. Əslində, belə fikirləşəndə biz subay oğulların anaları fikirləşir ki, kaş bizim də evladların bir yadigarı qalardı. Bizdən sonra bizim oğulları yaşadı. Maydana şükür elə, şükür elə, başına dönərəm. Onların o yadigarlarına baxanda hamı istəyir ki, ata yanında olsun, valideyn yanında olsun. Ancaq mən həqiqətən O evlatlar da çəkir. Onlar çəkirlər. Mən həqiqətən də belə baxanda heç kəsin üzülməsin, hərdən paxıllıq edirəm. Mən bir qalan evladıma belə toy eləmədim. Bacarmadım. Ağrısını da çəkirəm, çünki o evladımın haqqına girmişəm. İndi nəvəm olur, Allah hər birisi qismət eləsin, Allah olmayanlara nəsib eləsin. İnanın ki, mən doyunca sevinə bilmədim. Onun toyunda. İnşallah. Sizə təşəkkür edirəm Rəzə xanım. Hər dəfə mən tədbirə təklif edirsiniz. Gəlirəm, Adəmi bütün bölgələrdə siz tanıtmışsınız. O yer yoxdur ki, Adəmə kitab həsr eləmişsiniz. O yer yoxdur ki, Adəmi özünüzlə aparmayasınız. Mən sizə çox təşəkkür edirəm. Sizə təşəkkür edirəm. Bizim oğulları, yaxşı ki sizlər varsınız. Bizim oğulları bizdən qabaq siz yaşadırsınız. Qələminizlə, ürəyinizlə. Mən sizə çox təşəkkür edirəm. Buradakı olan anaların hər birisinə də bolluca sənin olsun. Sağ olun. Onu da qeyd edeyim ki, Naxçıvanda Adəm Əliyevə həsr etdiyim gözlərindən gülən şəhidin deməli, o
kitabın təqdimatını Naxçıvan Dövlət Universitetində biz keçirdik. Heç Ayxanın xəbəri də olmadı. Yəni çox qürurlandım ki, bax Naxçıvan Muxtar Respublikasında da bizə o elə diqqət ayırdılar. Mən o kitabın təqdimatını orada keçirdə bildim. Mən sizə təşəkkür edirəm ki, siz mənə etimad göstərirsiniz. Siz dəstək olursunuz ki, kitablar ərsiyə gəlir. Hər birinizə təşəkkür edirəm. Elmira ana, diksindin, çox fikrə getmirsən. Bayaqdan baxıram, danışıram, amma elə fikrim səndə, gözlərim səndədir. Bilirəm, ürəyin doludur, gözlərin yoldadır. Nə qədər ağır olsa da, amma istəyirəm ki, bugün siz də bir iki kəlmə danışasınız. Mən Nuriyana anne baxanda çox görürəm. Nədən mənim bir yerdə şey oldu. O 92-də, mənim 44-də. O da Fərzad dağında. Həkimət üçün düşdü. Hamıya qulaq asaq. Siz çok sağ olun, həmişə qapılarınızı bizim yüzünüzü açmışsınız. Raziyə xanım, siz də sağ olun ki, mənim uşağımı həmişə yad eləmişsiniz. İtkin də olsa həmişə kitablarınıza qeyd eləmişsiniz. Yəni, nə üçün çox çətinlər belə danışmaq. Bir var ki, şəhid olaraq bağışlayan analar, gətirib bastırasan. Heç olmasa ürəyin istəyəndə gedib ziyarət edirsən, danışırsan. Onun ruhuyla danışırsan. Mən isə yer tapıram. Mən kimi çox analar. Azərbaycanın 4000 itkini var. İnşallah tapılar. Sağ olun, Allah hamımızın dadına çalsın, Allah hamımızın şəhidin rəhmət eləsin. Gün o gün olsun ki, itkinlərdən də bir xəbər çıxsın. Mən də həmin günü sevinim bir ana kimi. Sağ ol Elvira ana, çox sağ ol. Biz həmişə sizin yanınızda borcumuzdur. Tahirə ana, bizim qrupumuzun ağbirçəyi. Buyur. Səsin qrupda gəlmir, bugün burada səsi eşidək. Həmişə gəlir. Buyur. Vüsalın əmanəti, leytinatımızın anası, Vüsal xeyirli ol. Allah hamınızı xoş gördük. Gözəl günlərdə görüşək, toyda, bayramda görüşək. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, nur içində yatsınlar. Məkanları cənnət olsun, ruhları şad olsun. Mən də Zöhrə xanıma öz təşəkkürümü bildirirəm, bizim üçün yer açdığına görə, yer ayırdığına görə. Mən də kiçik İncinat Xəlilov Vüsal Ədalətoğlu'nun anasıyam. Demək, 92-ci ildə müharibə başlayanda mənim kiçik oğlum Belarusiya şəhərində idi, şəhid olan oğlum. O vətən harayına gəldi. İki qardaş döyüşdülər. Demək, onların döyüşü 4 il çəkdi. İkisi də demək, hərbiçi idilər. O qədər çətinliklər gördülər ki, onlar təsəvvür edin ki, mən də onlarla bir neçə elə bir döyüşmüşəm. 3 ay itkin düşdülər, 3 ay xəbər olmadı, mühasirəyə düşdülər. Mühasirədən nəhayət ki, şəhid olan oğlum mühasirədən onları çıxarda bilib. Əskər zabit heyətini çıxardı. Onlar elə bir o cəsurluğuna görə, o fədakarlığına görə milli qəhrəman adı veriləcəkdi. Əfsuslar olsun ki, onu da ala bilmədim, müəyyən səbəblərə görə. Belə, demək olar ki, iki balam, biri necə? Qəhrəmanla hamını görürük. İndi ikinci oğlum Vüqar ilə böyük. Veterandır. Müsabəqə şəhid. Allah gəlmişək. Allah vətənlərin cənnət eləsin. Allah sizə də can sağlığı versin ki, bu kitablarınızla işıqlandırırsınız, toxunursunuz, yada salırsınız, biz analarını sevindirirsiniz. Sağ olun. Burada bizim yanımızda bu yaxın günlərdə Millə ziyarətindən gələn Solmaz anamız var. Solmaz ana mənim bu kitabımın ilk oxucusudur. Kitab çapdan çıxar-çıxmaz Solmaz ananı ziyarətə gedəndə mən o kitabı Salihin Elmuzeyinə hədiyyə aparım. Elə istəyirəm ki, Solmaz ananı dinləyək. Çox sağ olun, Raziyə xanım. Təşəkkür edirəm sizə, diqqətiniz üçün. Şəhidlərimizə diqqət ayırırsınız, əziyyət çəkirsiniz. Sizin kimi bir neçə nəfərlərimiz var. Allah canınıza sağlıq versin. Arzu Hüseynova, Arzu xanım, hər birinizə təşəkkür edirəm. 5 ildir ki, bizim yanımızda olanlardansınız. Allah can sağlığı versin. Zöhrə xanım, sizə təşəkkür edirəm. Dəyər verdiyiniz üçün.
Bizə bu qapılarınızı açdığınız üçün sizə çox böyük təşəkkür edirəm. Qələminiz yazar olsun, zehniniz açıq olsun. Həmişə şəhidlərimizi, qazilərimizi, veteranlarımızı yazasınız, yaddan çıxarmayasınız. Allah olan bütün şəhid valideynlərə də səbir diləyirəm. Qazilərimizə can sağlığı diləyirəm. Bir dənə arzum var ki, mən o ümrədə ziyarət edəndə nə arzu elədimsə, nə dua elədimsə, Allahdan bir onu istəyirəm ki, onları həyata keçirsin. İnşallah. Orada yadıma düşənlərin hamısına Salihdən sonra bir salam verdiyimə də dua eləmişəm. Salihdən sonra kimlə tanış olmuşam, kimlə bir stolda oturmuşam, kimlə çörək kəsmişəm, onlar hamısına bir dua eləmişəm. Allah qəbul eləsin, Allah eləsin. Allah o yanlara da qismət eləsin, arzusunda olan hər birinizə qismət eləsin. Şəhidlərimizin ruhu şad İndi olsun. Kərbəlada olmuşuq, qismət olsun Allahlara, bizə də qismət eləsin gedək. Qarabağ elinin yiğit qəhrəman oğullarından biri. Oxuduğu ali təhsilini yarımçıq qoyaraq müharibəyə yollanan, doğulub boya başa çatdığı torpaq darda olan zaman təhsilini yarımçıq qoyub Qarabağa yollanan yiğit oğullarımızdan birinin anası aramızdadır. Həm qazi oğlunu itirmiş anamız, həm də Şəhid Ceyhun Kərimovun anası Rəfşəndə ana. Hamımızın sevimlisi. Buyur Rəfşəndə ana. Allah hamınızı salamlayıram, hamınız xoş gəlmisiniz. Çox sağ olun Azər xanım, sizə çox təşəkkür edirəm. Həmişə yanımızdasan. Həmişə bizim uşaqlarımızı işıqlandırırsan. Allah dəyər verirsən, Allah sənə dəyər versin. Sən də Arzu xanım da Allah hər ikinizi dəyər versin. Mən Kərimov Ceyhunun anasıyam. Ceyhun kəşfiyyatçıydı. Müharibə başlayanda Səna Universitetdə oxuyurdu. Müharibə başlayanda o institutunu yarımçıq qoydu. Mən getmə dedim, anayam, ana kimi getmə. İnstitutunu bitir dedim, amma o mənim sözümü eşitmədi. Silaha sarılıb müharibəyə getdi. Dedi ki, o kəşfiyyatçıydı. Bütün saldatlardan qabaq, hamıdan qabaq bilirdi, nə var, arxaya xəbər verirdi. Yəni, çox tanklar partladır, çox qəhrəmanlar eləyib. Ona milli qəhrəman verirdilər. Sonra mənim qazi oğlum rəhmətə getdi, başım qaçışdı. Başım qaçışdı, yəni eləyə olmadı, ala bilmədim. Onun axırıncı döyüşü Ağdam Qaraqaya'da oldu. Özü yaralı komandirini qurtardığı zaman xilas edib. Hal-hazırda komandiri yaşayır. Ceyhun dünyasını dəyişdi, qəhrəman əsasına şəhid oldu. Ceyhun şəhid olandan sonra oxuduğu məktəbi, Ağdam Altın Rayonu məktəbi Ceyhunun adına verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət məqamlarınız olsun. Bütün anaların, evlatlar, şəhid balalarının yeri cənnət olsun. Dərd ortaqlarım, hamınıza təşəkkür edirəm ki, bugün gündə Raziyə xanımın yanındasınız. Allah var olasın Raziyə. Çox sağ olun Rəfşəndə ana, mən sizə təşəkkür edirəm. Mən də hamını salamlayıram hər birinizi. Əvvəl ağlatdınız, sonra bildirdiniz. Qürur duyuram bu adla, çox sağ olun. Analarımızın sözlərindən sonra inanın ki, elə qəhərləndim ki, mən də dedim, doymadım dedilər oğuldan. Mən də qardaşdan doymadım. Benim anam da oğlundan doymadı. Oğul həsrətindən gənc yaşında dünyasını dəyişdi. Və mən tarifimin adı unudulmasın deyini hər zaman istədim ki, hər yerdə olun, hamımızın yanında olun ki, yəni Arif kimi oğul var, unudulmasın. Füzuli uğrunda əslən İmişlidən olub, Sumqayıtda böyüyüb, doğulub, boya başa çatan Arifimin. Mən qürurla hər zaman Raziyə xanım sizin kitab təqdimatlarında iştirak edirəm. Çox sağ olun, bugün də özümə borc bildim ki, dəvəti özü geri çevirməyim. Yəni, kitabda olmasa da, amma ürəklərdə yaşayır Ariflər. Sizin elə Füzuli torpağında canından, qanından, komandirini xilas edərkən, döyüş yerində əsir düşən oğlun adı ilə sizin yanınızdayım. Mən fəxr eləyirəm ki, mən Ariflərin, bütün şəhidlərin bacısıyam. Bir şeydə vurğulayım, mən atam rəhmətli, vaxtında ölənlər üzrə rəhmət, vaxtında Arifi yaşadı və Arifin adına məktəb verilməsinə nail olub İmişli rayonunda. Və qürurla deyirəm həmişə ki,
illər keçsə də, siz dediyiniz kimi hər şey pozulsa da, amma məktəb oxuyan şagirdlərin dilində Arif Allahverdiyev adı yaşayır. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Mən hər birinizə bir daha təşəkkürümü bildirəm. Güllü xanım, buyurun. Ben de hamınızı salamlayıram, değerli şəhid analarım, bacılarım. Zöhrə xanım, sizə də təşəkkürümü bildirirəm. Siz qapınızı həmişə bizim üzümüzü açıq edirsiniz. Mən bir yerdən də fəxr edirəm ki, mən burada sizin kitabxanaya Əhmədin bir şəklini verdim keçənlərdə. Ömür boyu mənim qardaşım. Mən həyatda olmasam da yaşayacağım. Sağ olun Güllü xanım, çox sağ olun. Var olun. Raziyə bacım da sağ olsun ki, Əhmədin adına o dastana sığmayan kitabı yazdı. Hamınıza yandı. Həqiqi də dastana sığmayan. Bəlkə də o da o vaxtı biz kənddə müharibə gedirdi də, o oxumağı geri atdı. Dedi, mən qutarandan sonra gedib narkozun, o vaxt narkoz deyildilər. Qapıları dedi, taybatay açıb gedib oxuyacaq. Tək erməni buradan çıxsın, erməni bizdən. İndi özü gəlməsə də, oxumasa da kitabları, nə bilim, şəkilləri bu universitetlərdə yadgar qalacaq. Mən Xərcəm onun əvəzində. Arzu xan, buyurun. Çox sağ olun Raziyə xanım. Təşəkkür edirəm. Hər dəfə şəhid oğullarımızı kitablara, dastanlara götürdüyünüzə görə hər birinizi salamlayıram. Hörmətli şəhid analarımız, şəhid bacılarım, şəhid xanımlarım, əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Bəli, yolumuz haqq yoldur. Çıxdığımız yol şəhidlərimizi yaşayıb yaşatmaq, tanıyıb tanıtmaqdır. 2 gün bundan öncə Göygölün kəndində bir şəhidin anı günündə iştirak etdim. Bilirsiniz, Raziyə xanım, orada mənim diqqətimi nə çəkdi? Əfqanistan şəhidi Səxavət Hüseynov, onun adına məktəb verilmişdi. Baxın, Əfqanistanda şəhid oldu, amma Azərbaycanın oldu. O bir kəndin, bir rayonun igid qəhrəmanı oldu. Baxmayaraq ki, Əfqanistanda şəhid oldu. Amma bugün üstündən 40 il, 45 il, 50 il keçməsinə baxmayaraq, bəlkə də çox, siz bilərsiniz, baxın, neçənci illərdə olub Əfqanistanda gedən. Əfqanistanda gedən. Əsgərlik yola gedirlər. Bəli, orada şəhid olan şəhidimiz əgər bugün yaşayırsa, kənd məktəbində əgər onun məktəb adınadsa, adını daşıyırsa, bilin ki, Azərbaycan dövlətinin, sürəyinin uğrunda canlı fəda edən hər bir oğul yaşayır və yaşayacaq. Zöhrə xanım, sizə təşəkkür edirik ki, hər zaman bu təhsil ocağını bizim üzümüzə açırsınız. O qapıları ki, şəhidləri tanıyıb tanıdıq, anırıq. Bəli, təsadüflə universitet mənə Eşadı xatırladır. Bu təsadüf deyil. Mən elə bilirəm ki, elə mənim də xatirələrim məhz o illərdən başlayıb. Elşad mənim 11 il parti yoldaşımdır. Biz bir parti arxasında əyləşmişik. Vətənpərvərlik məhz o illərdən başlayıb bizdə. 90-cı il hadisələrinin şahidləri olmuşuq. Biz 91-ci ildə orta məktəbdə səhnədə artıq ana və arzulara hər zaman Qarabağ oxuyurduq. Yəni, universitet zamanı Elşad öz vətənpərvərliyini içində boğub saxlaya bilmədi. Yaxınlarda Ağdam vardı. Təsadüfə baxın. Ağcabədiyə getdim, orada bir Ağdam polisinin tədbirini həyata keçirdik. Məktəbə ad verilmişdi. Ziyarət etdik, böyük tədbir ərsəyə gəldi və hər getdiyim tədbirdə bir şəhid ortaya çıxır, bir neçə şəhidi tanıya bilirəm. Mən ki, haqqında Raziyə xanım kitablar yazsın, biz tədbirlər ərsəyə gətirək. Axı biz hər kəsi tanıya bilmərik, düzdürmü? Bəlkə də bizim üzərimizə böyük bir yük düşür bu işlər görməkdən. Çalışırıq çox işlər görək. Amma mən tanımıram, mən hardan biləyim? Flora ana əgər bizi Göygölə aparmasaydı, 2 xaloğlu tankın içində 93-cü ildə yanıb kül olmasaydılar, biz o Raziyə xanım tədbirdə iştirak etməsəydik, mən aprel ayının 23-ü o tədbirə dəvət alınmazdım. Mən onda söz vermişəm, şəhidin xanımı deyəndə ki, Arzu xanım, olarmı mənim həyat yoldaşımın anım günündə siz gəlib iştirak edəsiniz? Sən demə, onlar məni aparıcı kimi dəvət edirlər, özümün də xəbərim olmayıb.
Baxmayaraq ki, üzr istəyirəm analardan, qızım əməliyyat olmuşdu, özləri bilirlər. 4 gün idi əməliyyat olmuşdu, mən əməliyyatlı uşağı qoydum və getdim. Bir günü səhər çıxdım, gecə gəldim. Amma ən azından mən o ailənin yanında ola bildim. Onların o məni görmək istəyi, bəlkə də hər kəs istəyir ki, onun şəhidini yaşadan, tanıyan bir insan yanında olsun. Düzdürmü? Şəhid bax, həmin xanımı mən bu günləri burada sizə təqdim edeyim. O şəhidlərin 9 itkin şəhidi. Birinin xanımı tam təsadüfən bugün bizlərdir. Mən söz verdim ki, o şəhidlərə inşallah gəlib böyük bir təbir ərsin. Daşı var, doğru uşağı var. Axı, qanunların çoxsu dünyası dəyişir. Şəhidlərimizin. Yolda gələ-gələ bir qanun. Artıq o şəkillər mənə gəlir ki, mən onlar haqqında məlumatlar toplamışam. İsmətə baxın ki, bugün o xanımın həyat yoldaşının, qanunun jurnalda artıq şəkilləri var. Baxın, gün bu nə deməkdir? Şəhid olunur. Bizim əlimizdə deyildi ki, o dövrdə biz bütün şəhidləri tanıyaq. Amma bugün 40 günlük zəfər müharibəsinin şəhidləri Qarabağı azad etdirdilər, zəfər yaşatdılar Azərbaycan xalqına. Məhz özləri də yaşasınlar bizi. Ekrana sizə də söz verir ki, sizi aparacaq köçürülüb, gələcək nəsil gənclərinə təhvil verirsiniz ki, şəhidlər heç zaman unutulmasın. Artıq hamın qızı Rəyana xanımın əməyi nədən ibarətdir? Bir səhifəni mən ondan xahiş elədim, Türkiyəyə göndərəcəm bu kitabı deyə. Türk dilində bu kitab nədən bəhs edir? Bir səhifəni o çevirməni oldu. Burada Rəyana xanıma da təşəkkür edirəm. Buyurun Arzu xanım. Raziyə xanım, dəvətinizi göstərəm öncə təşəkkür edirəm. Və bu universitetin rektoru, vilayət müəllimə xüsusi təşəkkürümü bildirirəm və xanımımıza çox sağ olun. Vilayət müəllim həmin qohumumdur, həm də mən bilirəm burada çox tez-tez belə tədbirlər keçirsiniz. Yəni, mən demək istəyirəm ki, Allah hər birimizə möhkəm can sağlığı versin, hər birimizə. Bizim bu kitablar böyük rol oynayır gələcək nəsil üçün. Yəni, çatdırmaqda bu şəhidlərimizi. Özünüz bayaq təqdim elədiniz. 2016-cı ildə mən 1-ci Qarabağ şəhidlərinin tədbirini keçirəndə, inanın mənə istəyir idman aləmin olsun, istəyir beləcə. Tam belə bir tər baxırdı ki, Arzu müəllimə torpaqlar artıq getdi. Dedim, xeyr getmədi. Bizim cəngavər kimi oğullarımız var. Özünüz də bayaq vurguladınız. Mənim də 2 tələbəm şəhid olub. Özü idmançı tələbələrim. Hansı ki, onlar böyük arenalarda Azərbaycanı təmsil edə bilərdilər. Bax, bugünkü gün. Amma onlar elə bir şücaət göstərdilər ki, misli olunmayan bir şücaətdir. Burada bizim 1-ci Qarabağ, antiterror, aprel döyüşlərini bilmirəm, sonra 44 günlük müharibədə şəhid olan əziz, dəyərli valideynlər, bacılar var. Hər birinizə tək-tək təşəkkür edirəm. Əllərinizdən, gözlərinizdən öpürəm. Allah sizdən razı olsun. Bugün biz hansı birimizsə, hansı bir iş başında oturmuşuqsa, biz necə deyərlər, tutduğu vəzifəsindən asılı olmayaraq siz analara minnətdarıq. Çünki siz qəhrəman oğulların qəhrəman analarısınız. Allah cəm şəhidlərimizin məqamını uca eləsin və tez-tez bu kitabların ərsiyə gəlməyində zəhməti keçən, sizə Raziyə xanım, zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Və çox istəyərdim ki, Təhsil Nazirliyində xüsusi olaraq bu məsələyə baxılsın nə mənada. Qoy, tarixi kitablarımızda, necə biz məktəblərdə keçirik, Azərbaycan tarixi, hatırlayırsınız, analar, SSR tarixi, nə olub bizim bu oğullara? Elə həmən bu oğullar o tarix kitablarında yazılsınlar. Hansı ki, bayaq qəşəng dediniz, o torpaqda olmayıblar, amma o torpaqda şəhid oldular. Torpaq bir, o başı olmaz, o hamısı bizimdir. İstir Qarabağ olsun, istir başı. Azərbaycanın ən sevmədiyim nədir? Regionlara bölməyək. Bizə bütöv Azərbaycan lazım. Mən istəyirəm ki, sabah Əkbərin balaları və digər şəhidlərimizin qardaş bacıları, onların da övladları olacaq. Məktəbdə, tarixdə öz atalarını, öz qardaşlarını görsünlər. Mən bu məsələni qaldıracağım. Özünüz bilirsiniz, azdan çoxdan navan yox. Mən bu məsələni qaldıracağım inşallah. Şəhid şəhiddir. Şəhidin təzəsi görməsi olmaz. Onun bir adı var, şəhid. Quran-ı Şərifdə də deyilir ki, onlar sağdılar və analara mən müraciət edəndə həmişə deyirəm, Əkbərin maması, elə deyirəm. Salihin maması, qələndarımızı nəyə görə belə deyirəm? Çünki həmən şəhid ananın sağ tərəfində dayanır. Bu budur. Allah sizə razı olsun.
Təqdimatı çağırdığınızı görə dəvət edib təşəkkürümü bildirirəm. Vətən oğlumuzun qardaşı iştirak edir. O da ilk şəhidimizdir. Ana xanım anıya Allah'tan səbir diləyirəm. Akif'in qardaşı aramızdadır. Vahid müəllim. Təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırıb gəlmişsiniz. İnşallah o gün olar ki, Vahid qardaşımızın da gözü yollardan yığılar, Akif'dən bir xəbər çıxar. Mən sizə minnətdarlığımı bildirirəm gəldiyiniz üçün. Cəmafər müəllimə mənim dəyərlimdir. Quba rayonunu təmsil edir. Tədbirlərində vaxt olduqca da iştirak edir. Qısa bir sizə də dinləyək sizi. Buyurun. Əvvəla bütün anaları qarşısına başlayıram, xoş gəldin deyirəm. Qəhrəman ananın əllərinə öpürəm, gözlərinə öpürəm. Bugün mən neçə cür işim var idi, Rəziyə xanıma demişdim. Amma önəmli bu tədbiri bildim, ona görə bu tədbiri qaçaraq gördüm. Sizin yanınızda olmağı özümdə borc bildim. Mən istəyirəm ki, analara Allahdan səbir, can sağlığı. Rəziyə xanım, mən sizə də öz təşəkkürümü bildirmək istəyirəm. Siz bu qədər Azərbaycan kitablarını, öz kitablarınızda yəni qeyd edirsiniz və onların qəhrəmanlıqları, şücaəti haqqında bu kitablarda yazı dərc edirsiniz. Hətta Oğul Yolu jurnalında da şəhidlərimizi işıqlandırırsınız. Bu gün unutulan oğullar kitabı elə həqiqi mənada unudulmayan oğullardan gedir. Çünki dünya durduqca, tarix dəyişdikcə, biz dünyamızı dəyişsək də bizim bu oğullarımız həmişə yaşayacaq. Başıyla, bacılarıyla, yavrularıyla bir tədbirdə iştirak etmək. O indi günümüzdə deyildiyi kimi səndən can edildiyi kimi hazır. Yəni həm şəhidlərimizə, həm qazilərimizə sanki bu himn yazıb. Himnimizdən bəlli ki, bizim dövlət necə qəhrəman dövlətdir, necə qəhrəman xalqdır. Rəziyə xanım, qələminizə, ürəyinizə sağlıq. Ən əsası can sağlığıdır. Can sağlığı arzu edirəm, yaradıcılıq uğurları arzu edirəm. Tarixi dərsliklərdə yaşadıq. Bax, dərs vasitələrində yaşatmalıyıq. Dəstək olun. Allah sizlərdən razı olsun. Və burada mənim həmkarım 5 ildir bizləri xanımlar birlikdə addımladıq. 5 aprel 2020-ci ildə. 20. Bu yola çıxdıq, amma ondan əvvəl 2019-cu ildən biz Dəniz xanımla tanış olduq. Yaradıcılıq əlaqələrimiz başladı. Bir neçə insanlarla tanış olduq birlikdə. Yəni onda bizim qəhrəman oğullarımız şəhid olmamışdı. Yəni 44 gün vətən müharibəsi yox idi. Biz aprel şəhidləri, Tovuz döyüşləri, o şəhidlərin xatirəsinə olan tədbirlərdə iştirak edirdik. Və 21-ci ilin 5 aprelindən isə rəsmi qaydada bizim işbirliyimiz oldu Dəniz xanımla. Zəfər TV.az saytında birlikdə başladıq. Bu yolda da Dəniz xanıma mən uğurlar diləyirəm. O da 3 kitab müəllifidir. O kitabların ikisi qəhrəman oğullarımızın xatirəsinə həsr olunubdur. Yeni yaradıcılıq uğurları arzulayıram Dəniz xanıma. Onda qeyd edim ki, şeirlərimin 50%-dən çoxunu Dəniz xanım səsləndirir. Özlə ona mən necə zəng edirəm. Birdən görürsən, gecə saat 2-də şeiri göndərəm, Dəniz tez ol bu dəqiqə, bunu səsləndir göndər. Və yaxud bir nəsə dizayn eləmək lazımdır. Dəniz bunu tez hazırla göndər. O da sağ olsun ki, bir böyük kimi, mən onun elə anası yaşındayım, bir böyük kimi hər zaman fəkrimi istəyir, hörmətimi saxlayır. Demir ki, Rəziyə xanım, gecdir, eləyərəm, nə vaxtsa eləyərəm, yox. Saatından asılı olmayaraq hər zaman, yəni mən ona nə ağız açsam, anında yerinə getirir. Dəniz xanım, sizə də təşəkkürümü bildirirəm ki, bugün bu təqdimatla iştirak edirsiniz. Daima çalışırsınız ki, şəhid ailələrinin yanında olasınız. Vallahi ki, mən bayaq rayona gəlmək istəmirlər. Amma biz baxı gördüyünüz o xanımla yardımlının ən uçlar kəndinə qədər gedib çatmışıq. Loda adında bir kəndi var, o kəndə maşın getmir. Biz ora pikaplarla gedib çıxmışıq. Yəni getmişik. Lerik rayonu. Bunu da özümüzə borc bilirik. Bu günləri bizim dəyərlimiz olan, Borçalı elindən olan bir vətənpərvər xanımımız var. Aramızda yoxdur. Yaxın qohumu qudası rəhmətə gedir. Yoxsa o da bugün bizim
başsağlığı verdik. Ona da teşekkür edirik ki her zaman şehit ailelerinin yanındadır. Borçalı elimizin fəxri olan bizim değerli Hacı Hanımımız var. Çalışır ki Hacı Kifayət Hanım fərq qoymadan bütün şəhid ailələrində bir çatdığı qədər yanlarında olsun. Mən elə Hacı xanımın da sizlərin hər birinə salamını çatdırıram. Bugün müəyyən səbəblərin işləri olduğundan iştirak edə bilmədi. Özü burada olmasa da ürəyi kırılır. Hər zaman bizim yanımızdadır. Bir daha hər birinizə təşəkkür edirəm, var olun deyirəm. İndi isə kitablarımızın təqdimatına başlayırıq. Sonra anamın istəyi ilə yazmışam. Burada sizin və anamızın xahişi ilə yazılan bir jurnaldır. Burada sizin xalanız oğlu haqqında bizim yazımız var və şeirlər var. Bu jurnalı istəyirəm sizə hədiyyə edək. Zəhmət olmasın. Şəhmə xanım, siz də şəkillər çəkildən təqdim edəlim. Sağ olun. Bana sığmayan ömür. Mənim kitabımı istəyirəm sizə təqdim edeyim. Çünki həqiqətən də bu oğulların ömürləri bir dastana sığmadı. Gəl yanıma, gəl, durğuzma. Məhəmməd Əli, gəl bura, o gün dediyin şeydir, analar ki səni dinləsin. Dağlar ana, kül açar, bağlar ana, hamının qardaşkən, əsbər qardaşına. Çox sağ ol, ay Məhəmməd Əli. Bu Əhmədin yadigar sayılır qapısının nəvəsidir ki, çox sağ ol mənim valı. Sizə təqdim etmək istəyirəm. Durmaz Oğullar kitabında mən Zeynəmiyə söz vermişim ki, Nufəli qeyd edəcəm. Yenə Qələndər Nufəl oğlunun xatirəsinə həsr olunmuş, bəli, Nufəli qeyd edəcəm. Ona görə ki, Qələndərin atası da 92-ci ildə döyüşübdür, müharibə veteranıdır. Elə o atanın, o vətənpərvər atanın belə qəhrəman oğlu olmalıydı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bizim əskərimiz olan Qələndərimiz qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Buyurun. Qayranla tez-tez soruşurdu ki, Vüsalın kitabı nə oldu? Bax, bu da kitab, gedib oxuyarsın. Onu almışlar.